Herkese salam. Bugün sizinle cheesecake reseptini paylaşmak istəyərdim. Dietik ve çok dadlıdır. Xəmirinə 250 qram kəsmik əlavə edirik. 1 yumurta, 110 qram məndə düyü unudur, amma siz sadə unu da əlavə edə bilərsiniz. Üstəgəl qabartma tozu. Bunları hamısını qatırıq bir-birinə və qəşəng xəmir yoğururuq. Xəmiri yoğurandan sonra bir forma götürürük. Formanın içinə əvvəlcədən soba üçün olan kağız qoyuruq. Sonra bu xəmiri onun içində gözəl belə formalaşdırırıq. İçlik üçün 230 qram yumuşaq kəsmik götürürük. Məndə yumuşaq kəsmik olmadığına görə mən ona 2-3 xörək qaşığı smetan əlavə edirəm. Bir yumurta, bunları hamısını qarışdırırıq. Sonra 80 qram gilə meyvə götürürük. Mən gilə meyvəni gilasla əvəz etdim. Siz də hansı meyvə ya da gilə meyvə istəyirsinizsə onun əvəz edə bilərsiniz. 1 qram qarğıdalı nişastası götürürük. Gilə meyvəni və nişastanı bir-birinə qarışdırırıq. Bunu ona görə edirik ki, meyvələr su buraxmasın. 6-8 qram şəkər əvəzedici də bunlara qatmaq lazımdır. Ya gilə meyvəyə ya da ki bu kəsmili içliyə. Amma mən heç nə qatmadım. Çünki bizim ailəmiz üçün gilasın verdiyi şirinliyi kifayət edir. Amma siz qata bilərsiniz öz ağız dadınıza görə. İndi isə bizə qaldı meyvələri və kəsmiyi bir-birinə qatıb içliyi düzəltmək. İçliyi xəmirimizin üstünə əlavə edib sobaya qoyuruq. Və bunu 30 dəqiqə 180 dərəcədə bişiririk. Baxın nə gözəl, yumuşaq və çox dadlı cheesecake oldu. Abunə olmağı unutmuruq.